Kənan Tağzadəni dinlədik və dəyərli münsiflər heyəti, dəyərli Səkinə xanım,
Buyurun, sizi dinləyək. Axşamınız xeyir olsun, əziz muğam sevərlər. Bəli, bizim gözəl balalarımız artıq keçən həftədən çıxışlar eləyirlər. Mən deyərdim ki, biri-birindən gözəl ifa eləyirlər. O qədər gözəl ifa eləyirlər ki, hətta düşünürəm ki, o böyük yaşlı ifaçılar sizə baxmalıdırlar ki, necə siz belə səliqə, səhmanla oxuyursunuz. Həqiqətən, yəni qatar muğamı çətin muğamdır. O mənada ki, yəni oğlan ifaçıları üçün bu zəngülələri vurmaq, bu xırdalıqları eləmək, bu zil pərdələrdə oxumaq. Amma maşallah, maşallah, çox gözəl ifa elədin. Hətta bir-iki belə məqamları tutdum ki, əslində muğamla da bitirə bilərdin sən. O qədər gözəl oxumuşdun ki, elə muğamın zəngülələri altında bitirə bilərdin. Amma davam elədin, o da gözəl oldu. Daha bir gözəl bacarığın ortaya çıxdı. O forto, piano deyirlər. Yəni, harada səsi yığmaq, harada səsi ucaltmaq. Bunları mən səndə gördüm. Mən səni təbrik edirəm. Bugün 9 bal. Bəli. Təşəkkür edirik. Çox sağ olun. Vamiq müəllim, sizə eşidək. Axşamınız xeyir olsun, əziz dinləyicilər. Doğrudan da bir iki gün imtahan günüdür. Bir imtahandan çıxmaq da çox çətindir. Bizim hansı şairin isə imtahan şeiri var. İmtahan, hamı üçün imtahan. Sözsüz ki, imtahan burada hər kəsin öz qabiliyyətini göstərir. Əlbəttə, oxumaq sənəti mətləb çox çətin sənətdir. Oxuyurdun, yaxşı oxuyurdun. Nüanslara fikir verir. Biraz səsində nagümanlıq vardı, pərdə oturuşunda, biraz pərdəyə düşməyində, biraz onlara nəzarət elə. Həm də ki, cümlələrin axırında müəyyən notları uzadırdın, lazım deyil o. Çalış ki, təmiz, klasik formada oxu ginən. Bəzi var ki, görsən ki, oxumaq cürbəcədir. Bir var otaq çıxışı, var televiziya çıxışı, var yəni ki, adı nədir, səhnə çıxışı. Burada gəlir səhnədə elə dürüst oxuyasan ki, necə oxuyublar, bizə təhvil veriblər, siz də gəlib qulaq asın. Oxumaqlara qulaq asın, təmiz oxuyun. Artıq şeylər eləməyin. Ümumiyyətlə, ifa yaxşı ifa idi, mənim xoşuma gəldi. Zəhmət çəkmirsən. Gələn, yəni ki, çıxışlarda bunları nəzərə al yine. Mən də bunu nəzərə alıb sənə müəyyən qədər bir gün 9 bal. Təşəkkür edirik. Mələk xanım, sizi dinləyək. Axşamınız xeyir olsun. Əziz və dəyərli bizim muğam sevərlər, zalda əyləşən bizim ziyalılarımız, bizim balamız ilk çıxış elədi. Vamiq müəllimin sözünə qüvvət, biraz diqqətli ol. Yəni, ifa zamanı mütləq qulağın tarda, musiqidə olsun. Biraz orada belə narahatçılıq mən hiss eləyirdim. Amma belə çox yaxşıdır. Təbii ki, bu yaşda uşaq bu cür ifa etməsi, maşallah belə qatarı, səslə, zəngölə ilə o cür ifa etməsi bizim üçün sevindiricidir. Çox sevinirik ki, bizim belə balalarımız var ki, bu yaşda onlar bu ağır bir məsuliyyətli, gözəl bir muğam sənətinin yükünü öz çiyinlərinə götürüblər. Alqışlayıram və 9. 9 bal. Təşəkkür edirik. Sərdar müəllim, buyurun, sizə eşidək. Axşamınız xeyir olsun. Doğrudan da az yaşlı uşaqları dinlədikcə istər-istəməz ürəyimiz iftixar hissiyle dolur. Çünkü az yaşlılarda əsl böyüklərə yaraşan bir muğamda, muğam ifaçılarında belə bir söz var. Qeyrət. Qeyrətlə oxumaq görürük. Yəni, böyük cəsarətlə, həvəslə oxumağı görürük. Ona görə bu artıq dinləyicinin ürəyini alır.
Özü də Səkinə xanım yaxşı qeyd etdi. Qatar muğamı çətin muğamdır. Çünki zil notda uzun müddət xanəndə səsini saxlayır, gəzişir, oxuyur və hərdən olur ki, yaşlı xanəndələrin boğazı dözmür. Hərdən kənara sıçramalar olur. Ancaq axıra kimi Kənan dayandı, möhkəm dayandı, Zəngülələr də elədi. Hələ üstəlik musiqiyə aid olan nüansları forte, piano, yəni hərdən güclü, hərdən səsini incə göstərdi. Yəni belə şeylərə də fikir verirdi. Bu artıq musiqiçilikdir. Onun üçün içində olan musiqi təbiətinin zənginliyindən irəli gəlir. Hələ bu cür düşünərək, bu cür özünü inkişaf etdirərək davam etsə, mənə elə gəlir onun uğurları inşallah çox olacaq. Mən də bugün ona uğurlu bir qiymət göstərirəm. 9. 9 bal, təşəkkür edirik. İlqar müəllim, buyurun siz də dinləyək. Mən də bütün tamaşaçılarımızı salamlayıram. Həm zalda əyləşən, həm televiziya qarşısında, həm ölkəmizdə, həm ölkəmizdən kənarda bizi izləyən tamaşaçılarımıza. Çünki artıq müəyyən reaksiyalar, müəyyən rəylər, fikirlər gəlir. Artıq ilk mərhələdən, yenə deyirəm, həm ölkəmizdən kənardan xeyli maraqlı fikirlər, təbriklər alırıq və bu o deməkdir ki, muğam müsabiqəsi, muğam televiziya müsabiqəsi hələ də öz funksiyasını yerinə yetirməkdədir, hələ də diqqət mərkəzindədir. Bütün dünya üzrə belə demək olarsa, muğam sevərlər, klassik şərq musiqisini sevənlər izləyirlər, baxırlar və fikir bildirirlər ki, bu da çox sevindirici bir haldır. O ki, qaldı Kənanın ifasına, bayaqdan onun o sərbəst davranışı, sərbəstliyi, rahatlığı haqqında danışırlar. Elə danışa-danışa Nizaminin bir beytləri düşdü yadıma. Bəzən insanın məsuliyyəti, o bütün ağırlığı, yükü tam hiss eləməməyi ona kömək olur. Nizami deyir ki, mirvari deşməkdən qorxur ustalar. Çünki onun ağır bir bahası var. Deşib ipə düzmək vaxtı gələndə onu şagirdinə edir etibar. Yəni, o ki, qiymətli bir şeydir mirvari. Onu indi ipə düzməyə məqamı gələndə ustanın ürəyi gəlmir sanki onu toxunmağa, deşməyə. Qorxur ki, qiymətli şeydir, birdən sındıraram. Amma şairdinə verir, o yeniyetmə uşaq kimdirsə, o ki, onun qiymətini tam başa düşmür. O çox rahat halda onu deşir, ipə düzür, filan verir. Və sizdə də bəzən mən nəyi hiss edirəm? Bəzən burada kimlər ki, həqiqətən elə bir muğamın bütün yükünü, ağırlığını, bütün dərinliyinə qədər hiss eləyir, o uşaqlarda bir həyəcan olur və özlərini göstərə bilmirlər. Bu rastımıza çıxıb. Amma Kənanda qəribə bir sərbəstlik, rahatlıq var və sanki hələ tam başa düşmür bu nə boyda bir yükün altındadır, nə boyda ağır, böyük bir sənətin, 1000 illik tarixi olan bir sənətin davamçısıdır və əslində elə bu cür gedməyin daha yaxşıdır. Yəni, rahat ol, sərbəst ol, heç düşünmə ki, sənə bütün dünya baxır, zal baxır. Özün necə rahat, gəl oxu, elə özün üçün oxu. Bax, o sərbəstliyi, asudəliyi saxlaya bilirsən, o Nizaminin dediyi kimi, ən çətin işin də öhdəsindən gələcəksən, ən ağır muğamları da rahat və sərbəst şəkildə oxuyacaqsan. Mən də təbii ki, sənə bugün 9 verirəm və təbrik edirəm. Təşəkkür edirik və toplam balı hesablayaq. 45 bal. Təşəkkür edirik, uğurlar diləyirik və sizi gözləmə otağına yola salırıq. Hər halda Kənan çox gözəl çıxış etdi.